Hər vaxt xeyir olsun, dəyərli izləyicilərimiz, traderlər, həmkarlar, iqtisadçılar. Bugün iyun ayının 10-udur və bildiyiniz kimi bazarda yenidən canlanma var və İran-ABŞ avlanması birbaşa qızılla, gümüşə təsir göstərdi və dünən qızılla gümüş qalxmaq istəyərkən yenidən bu alovlanma qızılı və gümüşü sürətlə aşağı doğru istiqamətinə salmağa vadar etdi və bildiyiniz kimi yəni neft də yavaş-yavaş aşağı düşürdü, amma bu xəbərdən sonra günün ikinci yarısından sonra neft qalxmağa başladı. Bugün nələr baş verəcək? Yəni dünəndən bu günə qızıl 200 dollara yaxın dəyər itirib. Yuxarı doğru istiqamətində yəni hədəflər təbii ki 4246, 4290 və 4315-dir, amma bugün 4170'den aşağı formalaşsa yenidən aşağı doğru istiqamətə davam edir. Instagram kanalında biz aşağı hədəfləri müəyyən etdik və ehtiyatlı olmağa çağırdım Signal kanalında az öncə, yəni kiçik lotlarla girin, sizə də məsləhət edirəm ki, siz də kiçik lotlarla girin, çünki müharibə dövründə bu çaxnaşma, yəni bazarı yuxarı aşağı hərəkətinə davam etdirir, yəni etdirməsinə vadar edir. Ona görə biraz ehtiyatlı olmaq lazımdır. Keçək biz gümüşdə nələr baş verəcək, yəni hədəflər 65 600'ler, 66 600'ler, 67 600'ler yukarıdaki hədəflər, aşağıdaki hədəflər isə satış üstünə 63 600'lərdən gələcək. Təbii ki 600'lər yığılıb arda. Bitcoin'də nələr baş verdi? Yəni Bitcoin'də dünən satış əməliyyatlarından yaddaşlarda qaldı və bugün alışlar 61 700'lərdən, satışlar isə 61'lərdən sonra olacaq. Neftdə isə gəldikdə isə neft təbii ki dünən Signal kanalında paylaşmışdıq. Satış əməliyyatları ilə qəşəng gəlirlər verdi və bugün alışlar 94 50'lərdən, satışlar isə 92 80'lərdən gələcək. Təbii ki future spotlardan söhbət gedir. Euro-dolar rəqabəti alışlar 1.15 650'lər, satışlar isə 1.15 350'lərdir. Funtun dolar rəqabətində isə alışlar 1.34'lər, satışlar isə 1.33 600'lər. Dəyərli traderlər, həmkarlar, iqtisadçılar, yəni son zamanlar, yəni bildiyiniz kimi fevral ayından sonra, fevralın sonundan sonra yəni bazarda qeyri-müəyyənlik yaranması deməzdim. Yəni sadəcə müharibələrlə bağlı gedişatlar dəyişildi. Təbii ki qızılın, gümüşün yuxarı doğru istiqamətini gözləyirlər və hələ ki qızılda yuxarıda alanlar üçün yaxşı xəbərim yoxdur. Yəni qızıl yavaş-yavaş yəni aşağı doğru istiqamətə davam edir. Yəni bu gedişdə 3900'lərə qədər, ondan 3800'lərə, 3600'lərə qədər enmə ehtimalı var. Təbii ki aşağıdakı 4100'lər, 4072'lər çox güclü dəstək xəttidir. Bunu əgər qırarsa vəziyyət heç də yaxşı olmayacaq. İnşallah görüşmək ümidi ilə sağ olun, hamınıza uğurlar arzulayıram.